Sağ ol. Bugün ana qusuma baxacağıq. Əslində çox vaxt bunu çox adamla paylaşmıram. Yəni necə deyim, içində nə var, kim verib. Amma olsun. Bu dəfə paylaşacağım hamısını tək-tək. Kim nə verib, nəyə görədir falan, hamısını açıqlamaq istəyirəm. İnşallah işıq yaxşıdır. Mən belə o yumru işıqlardan yoxumdur deyə bir şam işığı falan biraz romantik falan oldu. Amma olsun. Burada da bir şam işığım var. Belə. Peki bunu bura qoyaq belə. Şey olsun. İşıqlı olsun. Neyse o da belə görsün. Qəşəng görsünüz. Neyse. Başlayırıq. Ha bir də dəftərimi şey deyəcəyik. Oxuyacağıq. Neyse indi başlayaq. Birinci bundan başlayırıq. Zərf var burada. Bu mənim şəklimdir. Qapısda oturmuşdum. Fotoğraflar var idi. Belə oturmuşlar arxam masamda. Bir də gördüm ki, qabağıma belə bir şəkil qoyuldu. Dedi ki, bəs qəşəng görsənirdiniz. Dedim çəkim. Çox xoşbəxt olmuşdum da, yəni çox yaxşı olmuşdum. Yaxşı hiss eləmişdim. Və çox qəşəng şəkildə həqiqətən də. Belə. Qoyaqdım içinə. Burada uşaqlıq şəkillərim var. Bəlkə aşağı, axırda göstərirəm. Belə bir list kimi bir şey var. Deməli, burada mahnılar yazılıb. Bu mahnıları kiməsə vermişəm. Yəni, önəri olaraq. Və məndə qalıb bu. Saxlamışam, bilmirəm. Yazmışam. Bunları qulaq asarsan falan. O vaxt yəqin Spotify link atma falan yox idi. Ona görə biri yazıb məktub kimi verirdim. İndi burada nə mahnılar yazmışam, onu oxuyum. Bir bahar akşamı, Ağustos sırılsıklam. Ayça Özefe, olmuyor bak. Duman, yürek var. Oradan buradan Elfida var. Sonra Ağrılar var. Noland. Taladro var. Vaxta klasırdım. Be Alright var burada. Sleep on the Floor var. Bunlar gələk təzdən baxam. Neyse belə maraqlı bir. Bu. Bu əslində rəngi solub. Bu ad günümdə hədiyyə eləmişdi bir dostum mənə. Çox sevdiyim bir dostum. İndi əlaqəmiz olmasa da. Mənim doğum xəritəm kimi bir şeydi. Yəni doğulduğum gün gökyüzü. Mən türkçə danışıram. Axırda başa düşdünüz. Bu. Odur. Bu çox qəşəngdir. Bunu hər dəfə açıqlamaq istəyirəm herkese. Belə bir şeydir. Görsənir də yəqin ki. Burada deməli atamın bir dostu var. Atam Amerikada olanda mən doğulmuşam. Atamın bir dostu var idi. O mənə hədiyyə olaraq eləmişdi bunu. Məktub kimi bir şey yazmışdı. Atama əslində yazıb da, ailəmə yazıb əslində. Sadəcə mənə qalıb da bu, belə deyim. Məncə tort da pişirmişdi hətta. İndi oxuyuram, qoyasın. Someone new has just come into your house to stay, to fill each day with sunshine and chase any clouds away. Because it won't take very long at all before you've found that every day is happy when a baby is around. Congratulations. Sonra burada belə bir şeydir, yanacaq yaz. Burada da öz yazısı var. With best wishes for a very happy life filled with wonder and love. Rosie Kimmel. Əslində bu qadını Instagramda falan da axtarmışam. Amma tapa bilmədim Instagramı falan. Özü də Asiyalı idi özü də deyəsəm. Yəni tam məlumatım yox. Bunlar heç. Bunlar elə belə jurnallardır. İlk günlüyüm. Deyim sizə nə vaxt. Mən geçen gün nəfəs oldum. Burada yazdım. Oha 2016. İlk yazdığım tarix 03.02.2016 ad günümdə yazmışam. 2016 artıq demək olar ki 10 ildir. 10 il.
Axırıncı da dediyim də axırıncı tarix. Burada dəftərimi yazmışam. 19-da. 3 il işlətmişəm bu dəftəri yəni. Bu. İndi bunu tezdən oxuyacağım və yenə duyğulanacağım. Bu mənim 5 il sonraki özümə məktub yazmışdım. Neçənci ilə yazmışam bunu? Deyəsən 2020-də yazmışam. İndi oxuyacağım bunu. Əslində bunu oxumuşam. Özel hesabımda paylaşmışdım. Qızlar görüb yəni bunu. Amma siz də görün. Hamı görsün. Biraz hər dəfə bunu başlayanda biraz şey oluram. Həyecanlanıram ki 100% ağlayacağım, 100% ağlayacağım. Ağlamayacağım bu dəfə. Salam gələcəkdəki Nərmin. Yazan 5 il əvvəlki Nərmindir. Ümid edirəm ki yaxşısan. Hər şey qaydasındadır. Artıq 21 yaşım var. Çox maraqlıdır mənə necə göründüyün, necə biri olduğun. Yəqin ki çox dəyişməmisən. Niyə elə bir şey düşünmüsən? Yəni bu yaşda olduğuna görə təxmin edirəm ki, üniversiteti bitirmiş olarsan. İnşallah istədiyin yerə, istədiyin balla daxil olubsan. İşləmək vaxtı gəlib çatıb bəlkə də. Bəlkə də xaricdəsən. Xəyallarındakı kimi yaxşı bir işin vardır. Hər şey istədiyin qaydada olmasa da, yenə də xoşbəxtsən deyə ümid edirəm. Əminəm ki, arzu ilə yollarınız ayrılmayıb, şükür ola ayrılmayıb. Ayrı-ayrı yerlərə köçmüşsünüzdür o qədər. O qədər. Başa düşdüm. Ayrı-ayrı yerlərə köçmüşsünüzdür o qədər. Zəhra və Zeynəblə də yəqin ki, hər yerdə əlaqəm var. Bir dəqiqə kimsə gəlir. Zəhra və Zeynəblə də yəqin ki, hər yerdə əlaqəm var. Böyük ehtimal yeni dostlarım var. Dostlarını yaxşı seçibsən deyə fikirləşirəm. Heç kimə güvənməməyin vacib olduğunu bilirsən. Valideynlərinlə münasibətin həmişə kimi deyil, ümidvaram. Ananla indiki kimi davalarınız yoxdur. İnşallah. Sevdiyin insanı tapmısan yəqin ki. Elə bir insan çıxsın ki qarşına, səninlə əylənsin, hər zaman yanında olsun. Nə olursa olsun, bir-birinizə qarşı hörmətinizi itirməyin. Səni başa düşsün, yersiz qısqanclıqlar edib sərhədləri qoymasın, bir-birinizə sonsuz güvənlə bağlı olun. Elə bir insan seç ki, onun yanında heç bir şeydən çəkinib utanmayasın. Mənim ən böyük problemim zaten utanmaqdır deyə. O vaxtda belə bir problemim var imiş. Hələ də var. Ona görə belə bir şey yazmışam. Zaman çox tez axıb gedir. Bir də görəcəksən ki, hardasa bu məktubu açıb oxuyursan, ümid edirəm bunları oxuyanda buradakıların hamısı gerçəkləşmiş olar. Sevgilərlə keçmişdəki Nərmin. Mən bunu ilk açıb oxuyanda anidən prosta baxdım. Belə bir məktub var, açıb oxuyum. Heç düşünmürəm də hönkür ağlayacağımı. Oxudum və yəni necə deyim, o vaxt gözləntim o qədər böyükmüş gözümdən ki, zaten indi də elədir. Sadəcə yəni özümü xaricdə görürmüşəm, sevdiyim insanı tapmışam. Hətta o vaxtlar buraya yazmamışam, mama görər falan deyə. Nişanlandığımı falan da düşünürdüm ki, 5 il sonra mən 100% nişanlanacağım falan. Neysə. Bunlar mən kursda oxuyanda biz hər həftə falan imtahan verirdik. Oradan yığdığım nəticələrdir. Bu buraxılış fənləri üzrə 244 yığmışam. 294 yığmışam. Bu qrupdur. Buraxılışdan 159 çox pis yazmışam. Sonra nə yazmışam? 423 yığmışam ümumi bir dəfə çox pis yazmışam. 251 yazmışam buraxılışdan. Bu yaxşıdır biraz. Getdi. Bir dəqiqə. Bunun bir dostum hədiyyə eləmişdi. Hər də əlaqəm var onun. Bilmirəm olacaq ya olmayacaq, amma qəşəng hədiyyə idi. Paslanmasaydı taxardım hələ də. Sadəcə paslanıb və qoluma keçdiyi üçün taxa bilmirəm. Və çox sevirəm bunu. Neysə. Anamın gənclik şəkli. Neysə, bunu keçək. Belə bir not var. Ən yaxın dostlarımdan biri yazmışdı bunu. You're the only princess in my world. Happy birthday, love you. İndi o qızla əlaqəm yoxdur. Yaxşı ki yoxdur. Amma qalıb. Əslində həyatımdan çıxan insanların və məndə mənfi təsir bağışlayan insanların
yaxın zamanda şeylərini atmışdım hamısını. Və bəzi heyfsləndiyim şeylər də var bu arada. Onları da atmışam. Təsbih verilmişdi mənə, onu atmışam. Ona biraz üzülürəm indi. Bir ara şey var idi məndə. Şey deyirdim. Tanış olduğum insanlara, yeni tanış olduğum insanlara və yaxud da həyatımda olan insanlara fərqi yoxdur. Deyirdim ki, özünlə bağlı, özümə aid bir şey mənə hədiyyə elə. Məsələn, düymə ola bilər, qəpik ola bilər, kiçik bir şey, yəni qapaq ola bilər, hər şeydə, yəni sənə aid olsun, amma sənin xatirəvi daşısın üstündə. Deyirdim. Sonra dedim, Nərmin, səncə dəyər? Yəni, səncə ehtiyac var buna? Sonradan deməməyə başladım. Çünki o dediyim insanların artıq həyatımda heç bir yeri yoxdur. Düzdür, burada olan buradakilərin çoxunun həyatımda yeri yoxdur artıq, amma olsun. Yəni də, nə bilim. Həmin o təsbih dediyimdə, yəni o vaxt elə demişdim. Həmin insan mənə vermişdi və mən əsəbləşib atmışdım. İndi biraz peşmanam, amma olsun. Ola bilər. Bunu niyə atmamışam bilmirəm. Bəlkə də ondan çox xatirəm yoxdur deyə, bu da onu mənə xatırlatsın deyə qalıb. Nəysə, keçək. Bu var. Belə kəpənəkdir. Bu mənim 2022-ci ildə daimi olaraq getdiyim kafedə belə pərdədən mi asılmışdı, divardan mı asılmışdı bilmirəm. Oradan asılan bir kəpənək idi belə. Belə görərsiniz, belə maqnitli dekorlardı. Yerə düşdü və mən də götürdüm. Belə səy-səy şeyləri yığıram əslində, amma həqiqətən yaxşı ki götürmüşəm, çünki nə bilim hər dəfə baxanda ora getdiyim anlar yadıma düşür. Və ora gedəndə həqiqətən xoşbəxt idim. Orada yəni yaxşı anlarım keçib də. Yaxşı ki saxlamışam. Bu qutunun hekayəsi əslində çox dərindir deyərdim. Bu mən 8-də oxuyanda, 8-də ya 9-da oxuyanda bunun içində bir sep var idi. Mənə hədiyyə verilmişdi. Və mən o sepi qaytardım. Amma qutu qaldı. Hətta buna doxu da vurulmuşdu. Sadəcə o iyi gedib. Çox qəşəng doxu idi. Hətta yadımda da onun iyisi falan. Yəni iyiləsəm yadıma düşəcək. O qutu qalıb. Bunu mənə verən insan həqiqətən yaxşı insan idi. Həqiqətən yaxşı insan idi. Yollarımız ayrılmış olsa da həqiqətən yaxşı insan idi. Yəni ümid edirəm ki, həyatda yaxşı yerlərə gəlib. Həmişə də xoşbəxt olsun istəyirəm. Yəni elə bir insandır. Çünki nə bilim, haqqını ödəyə bilmərəm kimi deyə bilərəm hətta. Yəni çox yaxşılığı dəyib mənə. Yəni çox nəysə bu qədər. Da danışmayacağım bu haqda. Burada da notlar var. Mən hər yeni il not yazıb yandırıram. Yəni manifest kimi bir şeydir. Amma bu sadəcə inanmaqla bağlıdır təbii ki. Sən yaz, yandır özün üçün not. İnanmasan olmayacaq təbii ki. Mən inandığım üçün olur. Yəni indiyənə qədər yazdığım çox şey olub yəni. O ritualda da son qalan kağızı yandırmamalısan, saxlamalısan. O kağızlardır. Daha oxumayacağım onu. Sonra gəldik biraz hüzünlü yerə. Göy bunlar hamısı belə şeydir. Nəysə. Deməli mənim ad günüm idi. Mənim sinif yoldaşlarım mən üçün sürpriz hazırlamışdılar. Belə hər yerə notlar qoymuşlar məktəbdə. Onu necə eləmişdiysə, haçan vaxt tapmış. Tənəffüsdə deyəsən bizdə tənəffüsdə 15 dəqiqə falan idi. Ona görə eləyə vermişdilər belə. Bufetə yazmışdılar, nə bilim. Qapımıza qoymuşlar falan, partamın üstünə falan bir-bir oxuyacağam. Oyunumuz başladı. Həmişə saçını düzəltdiyin güzgünün üstünə bax, ikinci ipucu oradadır. Ya, mən həmişə saçımı düzəltdiyim bir güzgü var imiş və mən bunu xatırlamıram bu arada. Sırayla tapmaq istəyirəm. Bunu tapdığına görə indi kitabxanaya get, C cərgəsində Aşıqalı kitabının arasında. Wow. Nə bilim, o vaxtlar belə şeylər eləyirmiş yəni. Heç xatırlamıram da, yəni bizim ora getdiyimiz, onu götürdüyüm heç yadımda deyil. İkinci ipucunu tapdığına görə sıra üçüncüdədir. Müəllimlər otağının qabağından keç, orada Rəna səni dördüncü ipucunu verəcək. Və Rəna da həyatımda yoxdur bu arada. Nə bilim, Rənanı da qatmışıq yəni. Və get yeməkxanaya. Orada mənə adikto falan almışdılar, şam üflənmişdim.
Hədiyyə bilmirəm var mıydı ya yox idi, amma qəşəng anı idi yəni. Keşke o vaxtlara geri dönə bilsəm yəni. Neysə. Bu da şamdır. Biz ya keçən il ya ondan əvvəlki il fal baxmışdıq Novruzda. Onun şamıdır. Və mənə bilmirəm C hərfi çıxmışdı, nə çıxmışdı bilmirəm. Hardadır o C? C değildi deyəsən ya. Mənə çıxmam ya E idi. Bilmirəm. Yadımda deyil. Mənə heç vaxt məndə o üzük falda çıxmırdı. Üzüylə eləyirdim. Ya 14'te dayanır, ucu keçib də ya 14'te dayanırdı, ya çox gedirdi. Yəni olmurdu məndə. Cavandan bir yeni il şey bu qolbağı idi belə taxırdıq. Cavanın partisinə getmişdik. Bir yaxınımla oradan qalıb. Bunu istəyirəm. Bu Wonder Park'ın biletidir. Bu da bayaq not göstərdim. O dostumdan qalıb. Səndəmə qalıbmış bir şeylər. Bu da yenə küçə musiqiçiləri gecəsindən qalmışdı bir qolbaq. Belə bir şeydi. Taxırdıq. Bugün çox qəşəng idi bu arada. Çox qəşəng keçmişdi. Fərqli bir gün idi yəni mən üçün. Kulisə falan getmişdim. Çox maraqlı idi yəni. Neysə. Belə bir könüllü dost qolbağı var, amma əsla mənim deyil. Heç bir könüllülükdə olmamışam. Bunu hara tapmışdıq? Bir dəfə dostlarımla idik. Harası getmişdik. Yerdən tapmışdım və götürdüm. Dedim bugündən ana olaraq qalsın. Həqiqətən də o gündən qaldı. Çünki o gün yadımdan çıxmır məsələn. Bəzi günlər var məsələn üçün hər keçirdiyim günlər yadımdan çıxıb. Amma çıxmayıb yadımdan. Bir hardasa neçə nəfərdik? 5 nəfər idik. Bir yerdə eğlənmişdik, yəni yaxşı vaxtlar idi. Neysə. Belə bir ad günümə bacım not yazmışdı. Daha oxumayacağım onu çünki ehtiyac yoxdur. Bir pis çıxdı belə, neysə də axır. Neysə, sonra nə var burada? Qaşıq var burada. Burada niyə qaşıq? Mən bildim. Mən rituallar üçün istifadə edirdim bu qaşığı. Neysə. This is tupoydu bu. Burada görüm planetariumdan bir bilet var. Rozetta. 2023 04:08 saat 7. Belə bir əslində bu yazlar gedib çox qəribə bir şəkildə. Gəmi biletimiz var. Qızlarla getmişdik. Arzu, Şəbnəm və Nəzrin. Həmin gün də qəşəng idi. Zaten onlarla keçirdiyim hər gün qəşəngdir. Sonra nə var burada? Bu nədir belə? Bir də bunu açmamışam deyəsən heç. Oyda, biabırçılıqdır bu. Bu biabırçılıqdır yəni. Bu ritualı bayağı saxlamışam yəni. Həmin adamın adını gördüm, yəni çox utandım. Neysə. Atacağım onu. Bu da mən imtahan verdiyim vaxtlarda biletlərin üstündə verilir belə motivasiya versin deyə. Özünü tanı, özünə edə biləcəyin ən böyük pislik özünə olan güvəni itirmək olduğunu unutma. Bəli. Bilmirəm sizə nə qədər maraqlı gəlir, amma mənə çox maraqlıdır hər dəfə bunu açıb oxumaq. Bu çəkdiyimiz kopyalardır bu arada şeydə, imtahanda. Bunu bilməm oxuyacağım ya yox, nəysə o hələ ki qalsın orada. Görək bu nədir? Görək bu nədir? Yine ritual. Burada nömrələri falan yazmışam. İmtahanlardan hamısına yüksək nəticə ilə keçdim. Mənim üçün doğru olan insanla münasibətə başladım. Maddi baxımdan güclənib istəklərimi yerinə yetirdim və valideynlərimin aramda problemləri həll etdim. İndi gəldi bu həyatımın ən travmatik dönəmlərindən olan bir. Bunu bilinci özüm bir. O utandığım heç kimə bənzəmir. Onun bu qədər fərqli olması məni ona bağlayan şeylərdən biridir. Bir də səbəbsiz şəkildə çox güvənirəm ona. Heç kimə güvənmədiyim qədər. Həyatım onunla çox gözəldir. O olmasa boşluq olacaqmış kimi. Yaxşı ki həyatımda var. Yanında heç yerdə olmadığım qədər yaxşı oluram və onun üçün önəmli olduğumu hiss elətdirir.
O da benim üçün elədi. İçimdə ona qarşı hiss elədiyim elə şeylər var ki, izah oluna bilmir. Heç kimlə müqayisə oluna bilməz. Onunla olanda dünyada sadəcə ikimiz qalmışıq. Həm zaman nəysə bunlar niyə saxlamışam ki mən? Sonra nə yazmışam? Üniversiteye getdiyim günlərdə ən azından başım qarışır, amma o bir ağrıdı. Depressiya halından hələ də çıxmamışam. Nərmin. Özümü boşluqdaymış kimi hiss edirəm. Bir də yalnızlıq. Oyda necə ayın neçəsidir? 21 deyir, 2021. Oyda mən ömür boyu belə olmuşum, depressiv bir insan olmuşum da yəni. İncidib bu artdı nəysə. Mən elədiklərini düşünəndə o qədər üzülürəm ki, necə icazə vermişəm belə davranmağına. Özümə heç hörmət eləməmişəm. Sən nə yazmışam? Bağışlamayacağım. Neysə, Nərmin bağışlama zaten. Neysə. Sənə belə şeylər yazdıran insan niyə bağışlayasın? Neysə. Bu çox şirin şeydir. Mamam evdə olmayanda mənə yazdığım məktubmu deyək, mən oyananda görüm deyə. Biz oyananda dolaşıq bacımla. Bir-birinizin əlinə su tökün, su gəlmirmiş. Bir-birinizin əlinə su tökün, yuyun. Saat 4'te verəcəklər suyu. Görsəniz çox ehtiyacınız var, gedib alarsan Nərmin 5 litr su aşağıdan. Sizə yemək pişirə bilmədim, su yox idi. Kalbasa çörək yiyin. Pul sirmədədir. Nərmin, diş həkiminə də zəng elə. Çox şirin, çox sevirəm belə şeylər var. Giz məktublardansa bu daha qəşəngdir mən üçün. Məktublar sessiya şeylə də saxlamışam. İmtahan verəcəm. 11-ci sinif. Arayış zat var burada. Nə arayışıdır saxlamışamsa, neysə. Yeni iliniz mübarək. Belə məktublar yazırdım bacıma, anama falan. Bunlar qalıb. Anamın şəkli. Cavanlıq şəkli. Belə. Çox sevirəm bu şəkilləri. Və mən də bilirdim ki, bunların arxasına işıq tutanda divara yansıyır şəkil. Sən demə. Elə bir şey yox imiş. Sonra nədir? Bu boş şeydir. Ben göstərmirəm. Qatar bileti. Arasa getmişdik. Gidib dəfə qayıtmışdıq deyəsən. İnəmişdik. Bilmirəm, yadımda deyil. Deyəsən dənizə getmişdik. Yadımda deyil. Neyse. Bunu when it rains, look for rainbows. When it's dark, look for stars. And I'm looking for you, my sunshine, Narmisha. Bunu mənim sinif yoldaşım yazmışdı mən üçün. Və sinif yoldaşım keçən ilin avqustunda rəhmətə getdi. Xəstəliyi var idi, problemi vardı və biz bunu əsla bilmirdik. Yəni bir videoyla öyrəndim onun öldüyünü. Bizim paralel sinifdə oxuyan qız onunla video qoymuşdu. Bəs Allah rəhmət eləsin falan. Mən də elə bilirəm ki, çuşka zarafatlar eləyənlər var idi o vaxt. Deyirəm ki, zarafatdır da yəqin ki falan. Yox, bəs saat. Nəysə, sonra işte əlaqə saxladıq ailəsi ilə, zadı ilə. Bilmirəm ailəsi ilə mi? Ya, axırda sinif yoldaşları birləşdi, getdi evinə. Belə. Yəni, ölməyə layiq olan ən sonuncu insan idi də. Yəni, biz necə həyat doluydu, belə deyim. Yəni, qızın üzündən gülüş əksi olmurdu da, həqiqətən. Yəni, necə deyim, ancaq əylənsin, ancaq desin, gülsün, belə bir insan idi və heç belə insana pislik dəyən biri də deyildi. Düzdür, mən ondan bir vaxt küsmüşdüm, sonra barışdıq falan, amma uşaqlıq şeyləri idi zaten. Yəni, nə bilim, yəni layiq deyildi də ölməyə, yəni o qədər insanlar var ki, yəni içi çürümüş, nə bilim, demirəm, olur ölsünlər, amma yəni o qız da ölməyərdi də, yəni nə bilim, danışsam bu barədə çox danışaram. Amma həyatın qanunudur da, neyniyək. Amma nə bilim, 20 yaşı yox idi heç, yəni rəhmətə getdi. Heç nədən, xəstəlikdən, yəni.
Nə bilim, nəysə. Məkan cənnət olsun deyək. Hətta burada yox, o yoxdur burada. Belə 8B qızları çəkmişik belə burada. Yazmışıq Nərmin, Arzu. Mən burnumu böyük çəkmişik, o vaxt burnum böyükdü. Arzunun qaşını qalın çəkmişik. Arzunun qaşı böyükdü. Şeydi o vaxtlar. Röya, Nəzrin uzun idi və albom var əlində. Nəzrin rəsm çəkirdi. Əlində albom çəkmişik burada. Zəhra, onun da burnu o vaxt böyükdü. Əməliyyat elətdirib indi. Onu da elə çəkmişik. Niyə belə bir şey eləmişik? Yəni niyə bir-birimizin belə komplekslərini üzümüzə vurmuşuq, bilmirəm. Niyə belə bir şey eləmişik? Zeynəb var. Onu da üzünü səpkil çəkmişik. Laləni uzun sarı çəkmişik. Çünki sarışın idi. İrfəti vəbşi olduğu kimi çəkmişik. Yəni o vaxt geyindiyi yubqaya qədər eyni çəkmişik. Yəni belə. Nə bilim. Bu. Bu da bir dostumla mı deyim, yaxınım mı deyim, nə deyim bilmirəm. Görüşmüşdük. Ondan belə random belə şəkillər çəkmişdik. Odur, saxlamışam. Bu kağızlardan biri şama dəyəcək, yanacam buradan. Hə. Mənim müəlliməm var idi. Kurs vaxtlarında, kursda oxuduğum vaxtlarda. Bu video çox uzun oldu. Bunu dənə söndürüm. Hə. Kursda oxuduğum vaxtlarda bir müəlliməm var idi. Çox istəyirəm. Hələ də əlaqəmiz var. Yəni hələ danışırıq. Çox sevirəm. Yəni bir insan nə qədər yaxşı ola bilərsə, o qədər yaxşıdır da bu insan. Yəni necə deyim? İnsan heç mi pis olmaz, heç mi belə paxıl olmaz, heç mi qısqancı olmaz, heç mi belə pis niyyət olmaz içində. Bu insan elə bir ki, mələk idi. Həqiqətən deyirəm. Yəni mələk idi də, həqiqətən. Yəni hər şeyi belə yaxşılıqla çözməyə çalışan, hər şeyi belə necə deyim, bir dəfə onun qışqırdığını görməmişəm, bir dəfə onun acıladığını görməmişəm. Hər şeyi sakitliklə belə nəzakətlə çözməyə çalışan bir insan idi deyirəm. Yəni insandır. Və indi bir oğlu var. O dəfə gördüm. Yəni, çox qəribədir. Məsələn, mən o vaxt neçə ilə buna əvvəl idi 8-də oxuyanda, axırda bir 5 il keçib də. Yəni, o vaxtlar, nə bilim, tək yaşayan bir müəlliməm idi də. Yəni, indi oğlu var məsələn. Çox qəribədir. Hə, neysə, çox uzatdım. Mənə hədiyyə almışdı. İmtahandan çox yığanlara hədiyyə alırdı. Ya da nə bilim, ürəyindən keçib alıb, bəlkə də bilmirəm. Amma məncə imtahana görə almışdı. Dəftər almışdı deyəsən. Bunun üstünə not kimi yapışdırmışdı. Çiçək qızıma müəlliməsindən. Belə. Getdik. Burada yenə qatar bileti var. 2-3 dənə bilet saxlamışam. Burada yenə bir bilet. Sinema biletləri də bunlar artıq. Burası o qədər qalıb ki, burada artıq yazılar gedib. Belə, görsənmir heç görürsünüz. Burada Arzu ilə deyəsən oyun oynamışıq. Onu saxlamışam. Bura Uzun Həsən yazmışam. Bura nə yazmışıq? Nadir Şah yazmışıq. Arzu Nadir Şah imiş, mən Uzun Həsən demişəm. Niyə belə bir şey eləmişəm? Desəm, tarix sevən idi. Tarix sevən də deyil. Bayaqki o notlardan, bu ad günü notlarından. Nəzrinin partasının altına bax. Bacım Nəzrinin. Bacım da eyni məktəbdə oxuyur. Gedib Nəzrinin sinifinə girib onun partasının altına nəsə götürmüşəm. Düşünün. Nəysə. Bu da kursda 8 martda bizi təbrik eləmişdilər. Orada elə not var idi. Qadın varsa yaşam var. Qadın varsa nəfəs var. Yaxşı ki var. Bəli. Bunları mən heç oxumamışam. Bir dəfə getdim atam, anam, bacım, ən yaxın badrum Arzunun yanına. Dedim ki, mənim haqqımda yaz da, bir şeylər yazın. Atamın yazdıqlarını oxuyuram. Ailəmizin ilk övladı gözəl qızım Nərmin. Doğulduğunda çox uzaqdaydım, sən artıq yeriyirdin. Mən səni görəndə, atam niyə belə yazıb? Doğulduğunda çox uzaqdaydım, sən artıq yeriyirdin mən səni görəndə. Uşaqdan çılğın, sevinç dolu və xeyirxah olmuşsan. Məqsəd yönlülüyün və hədəfinə bağlılığın səninlə qürur duymağın səbəbidir. Sonra anam yazıb. Nərmin, Allah, Nərmin, sən mənim gözəl qızımsan. Səni çox istəyirəm. Sən yaxşı cəhətin dostluqda sadiq olmağındır. Bəli. Pis xasiyyətlərin də çoxdur. Amma mən
Səni yenə də çox istəyirəm. Çalış, pis xasiyyətləri tərk et. Bunu kim yazıb? Nəzrin yazıb. Sən mənim hər şeyimsən. Sən hər hansı xasiyyətin səni istəməməyimə səbəb ola bilməz. Uşağın yazdığına bax bir dənə. Balacaydı da o vaxt. Sənin özünə olan inamın, stilin, öz davranışın məni heyran edir. Arada inkar eləsən də sənə bənzəməyə çalışıram. Oy Allah. Sənin yaxşı xasiyyətin dostluğa olan inancın və sadiqliyindir. Bəli, bu dillərdə dastanda görürsünüz ki, mən sadiq bir insanam. Sevgi də olsan. Niyə? Nə bilim, qəribə gəldi mənə bu. Kimisə üzməyi sevmirsən, əksinə birini sevindirməyi sevirsən. Gülüş mənbəyim, əyləncə qaynağımsan. Oy Allah! Mehriban qaraqeş, sevimli bacım, səni çox sevirəm. Pis xasiyyətin çox azdır. O da naşükürlükdür. Nə yazıb? Düzdür, bu yaşlarda bir qız çox şey istəyə bilər. Amma yenə də əlindəkinə şükür etmək lazımdır. Oy Allah! Mən nəsihət verəcək yaşda olmasam da bir bacı tövsiyəsi. Əlində olana dəyər ver. Səni çox sevirəm bacım. Buraya arzu yazmışam, qara kişmişim yazmışam özdə. O vaxtlar elə deyirmişəm ona, deyən görüm. Qoy əvvəlcə pis xasiyyətlərindən yazım. Çox inatçısan, mənlə dirəşmək xoşuna gəlir. Axırda haqsız çıxsan belə. Ziyan verirsən. Oy Allah, niyə mən ziyan verirəm? Ziyan vericisən hətta. Çox dəhşət yersiz triplərə girirsən. Həqiqətən bu üç xasiyyətin məni çox əsəbləşdirir. Amma yenə də love you. Yaxşı xasiyyətlərin nə gələsi olsa, say bitməz. Çünki sən mənim bir dənəmsən. Mənim heç bir zaman sən kimi sadiq, yenə sadiq, ürəyi açıq, dostluğa həqiqətən önəm verən, sirrimi hər zaman çəkinmədən söyləyə biləcəyim, mənə çox dəyər verən dostum heç bir zaman olmayıb. Olacağını da düşünmürəm. Təbii ki də. Mənim bacım yoxdur, amma inan ki, heç hiss etdirmirsən. Səni çox sevirəm. Nə yaxşı ki varsın, hər zaman yanımda ol. Əlimi heç buraxma. Arada çox dözülməz ola bilirsən, amma yenə də sən mənim ən yaxın və tək dostumsan. O vaxtlar bunu çox döyürdüm. Ona görə yazıb ki, dözülməz olursan. Atam yazıb bunu. Pis cəhətlərin. Tənbəl, rahat üsullara üstünlük verən, niyə də yox. Həddən artıq ərgən. Ərgənəm çünki. Hərdən artıq ərgən, bəzən anlayışsız. Yuxarıdakılar sadəcə yaşınla bağlıdır. Əsas səhvlərindən dərs almağı bacarmaqdır. Bəli, atacan, bəli. Oyda. Ayda, burada elədiyimiz qeybətləri belə saxlamışam dərs vaxtı. Nə yazmışam? Necə arıqdır. Sonra nə yazmışam? Bir dəqiqə, burada görsənmir. Buyurun. Ramiz çox çirkin imiş. Saqqızı dəvə kimi çeynəyir. Bunu da yapamayacağım çünki öz adıma çox utandım. Niyə belə bir şey demişəm? Hə, yaxşı. Dəqiqə. Sonra yazmışam ki, burada biosuna yazıb dəyərlim var. Polad. Polad kimdir? Polad kim? Bu niyə belə çəkir? Bir dəqiqə. Heç nə. Da belə çəkir. Uydu isti oldum, Şamları düzmüşəm bura. Nəysə. Sonra mən bu arada 14 yaşımdan bəri bütün şamlarımı belə gördüyünüz kimi saxlayıram. 15. Sonra burada ürək var. Bu 18-indir deyəsəm. 17 var. Biraz belə. Belə. Burada qapaqlar var. Təbii ki, olmazsa olmaz belə qapaqlar. Hər kəsin içdiyim zırtı pırtı saxlamışam. Mən özümü görmürəm bir dəqiqə. Belə görürüm. Sonra belə bir oyuncağımız var. Bunu da bir insan hədiyyə eləmişdi mənə. Belə görsənirmi? Blok kimi işlədirdim. Sonra dedim ana kutusuna getməlidir artıq. Gözümün qabağında çox olmasın. Bunlar nədir? Bunlar Arzunun mənə yazdığı məktublardır. Sənə Allahdan ömür
Ömürcan sağlığı diləyirəm. Qoy hər zaman kədər ayağının tozu, sevinç başının tacı olsun. Ananı atanın xeyirli övlad ol. Allah. Bunu deyən neyse. Sonra belə bir şey var. Atam mənə uşaqlıqda Dreamcatcher almışdı. Sağ olsun qırmışam deyəsən. Və onun üstündə belə bir hekayəsi falan gəlmişdi. Belə deyim. Native American myths speak to us through. Nəsə oxumaq istəmirəm bunu. Legend has it grandmother's prayer. Hə, bunun axır hekayəsidir də, onun nə üçündür falan. Psixoları önləmək üçündür. Nəysə. Bu nədir görəsən? Hə, bu da ritualın bir parçasıdır. Yazmışam. Burada elə bir yazırdım ki, sonradan baxım ki, hansı olub, hansı olmayıb. Oxumaq əhli çoxdur. Bu da belə o vaxtlar biz şeyə getmişdik, antikacı. Bizim dilə nə deyirlər ona? Antika deyil, nə deyirlər? Antik əşyalar deyirlər, o yer satılan yerlərə. Anlaşamadım. Neysə, oradan belə götürmüşdük. Ha, oradan belə götürmüşdük bunları. Bu da belə oradan idi. Qalıb olmuşduq, 50 qəpiyə almışdıq. Sonra yenə imtahandan yığdığım ballar, bunları oxumayacağım. Amma yaxşı yığdığım da var idi. Bu desən 20 yaşımındır. 20 yaşımın çıxdı. Yəni bunu niyə belə bir şey eləmişik? Bu bayağı şeydir də, yəni manifestdir də bu. Belə, sən görürsünüz. Qəbir daşları çəkmişik. Üstünə gül falan da qoymuşuq. Ruhuna Fatihə yazmışıq. Qurbanlı Arzu 2003-2018 dekabr yazılır üzü üstünə. Hə, o ad günümüzə görə yazmışıq. Yəni 2003-2018 Əliyev Nərmin 2004-2018. Yəni, nə bilim, tuta bilərdi də. Neysə, burada gündəliklərim var. Hamısı saxlamışam. Neçənci ildir bu? Hə, 7-ci sinifəm burada. 7, 6, 8 dəfə saxlamışam. Bu nədir? Gələcəyə məktubum. Burada 5 il sonra atacağım. Yəni ki, 26 yaşımda falan. Oyda, məktubdur bura. Ay, sırdım. Sən ya da oxumaq istəmirəm bunu. Neysə, oxuyuram. Dalaşdığımız vaxtlar da olur təbii ki. Allah bilə kimi yazmışam, bilmirəm. Bəzən öz-özümə küsüb barışıram, biraz çətin biridir. Amma mən onu belə sevirəm. Hər halıyla. Sonsuza qədər onun yanında olma. Yaxşı da nərməyənək. Həyatımda da başqasına yeri yoxdur. Bunun olma ehtimalı belə mən qoxdur. Ümid edirəm həmişə yanımda olar. İnanam ki, olacaq. Əgər bir gün bunu oxusan, bil ki, səni çox sevirəm və həmişə sevəcəm. Neysə. Kim ola bilər səncə? Uşaqlıda yazmışam da nələr. Bu nədir? Bura əməlli şey çəkmişəm. Yəni, bu da ritualdır. Bütün rituallarını ala bax. Verdim də dayım, sənlə. Sonra bu nədir baxam. Nərmin. Best. Ha, bunu da Zəhra yazmışdı. Beautiful, honest, very good, princess, our sweet, beauty, dear. Zəhra belə mənim notlar yazırdı həmişə. Sonra təbii ki bu, belə bir şeylər var. Məndə bunlardan çoxdur. Bərəkallah. Yandıracağım saçımıza da. Neysə. Bu heç. Buna baxdıq. Buna baxmırıq. Bunu hətta cırıq. Buna çox utanıram. Çünki faciədir. Bayaq dedim, nə oxuyum? Dedim, yox. Bunu da niyə saxlamışam? Braketli vaxtlarımdan xatirə qalsın deyə saxlamışam. Bu belə fırçaydı. Bunun fırçasını qopartmışam. Niyə saxlamışam? Çuşqayam çünki. Niyə saxlayırsam bunu? Neysə, saxlamışam. Olsun. Göstərim. Neysə, burada belə. Bilmirəm kimdəndir bu. Kimdən gəlib. Belə bir maşındır. Bura atmışam. Demək ki,
kimsə verib. Bizə veribdi zaten. Prosta orada mənim maşınlarım var, belə Kinder maşınlarım. Ora qoymuşam hamısını. Deməli bunu bura atmışamsa, deməli bu nəsə başqa bir şeydir. Neysə bu qədər. Video çox uzun oldu. Hardasa bir 25 dəqiqəlik videodur. Ona görə günlüyümdə olan şeyləri hələ ki oxumayacağam. Onu da gələn dəfəyə düşünürəm. O dəfə sən oxuduq burada. Onları oxuyacağım, yəni şeyləri. Biabırçı şeylərimi oxumayacağım təbii ki. Bu qədər idi. Xatirə qutum. Mənim həyatda ən önəm verdiyim şey bu xatirə qutusudur. Yəni, tutaq ki, yanğın olsa, nəsə olsa, ilk götürəcəyim şey budur. Yəni, çünki burada çox önəmli şeylər, yəni mənə görə çox önəmlidir. Yəni, mən bunları itirsəm, elə bir ki, neçə ilim gedirdi onlarla birdə. Ona görə xatirə birikdirmək mənim üçün çox önəmlidir. İndi bunu da göstərim son olaraq. Şəkillərim var. Mən, bacımla mən. Bu anamdır. Yanında bir dənə oğlan var, bilmirəm kimdir dahi. Amma mən bu şəkli çox sevirəm. Dəhşət sevirəm. Onların geyimləri, nə bilim, əlindəki çantası, o qədər səliqəli geyiniblər ki, dəhşət qəşəngdir. Çox bəyənirəm. Və oğlan aşırı şirin, aşırı qəşəng uşaqdır. Baxın, değil mi? Neysə. Bu da mənim dayım oğlumla mənim. Bax, bu Roza kimin budur? Bax, bu qadındır. Belə görürsünüz, atamla bir yerdə şəkil çəkdiriblər. Bu babamdır. Bu da babamdır. Çox yaraşıqlıdır burada. Dəhşət yaraşıqlıdır və aşırı çox qəşəng şəkildə, yəni. Nənəmdir. Bu da çox gözəl imiş. Və arada mənə ona oxşadılar. Bilməm oxşuram yox. Və atam və Rozi xalanın mənə pişirdiyi tort. Burada üstündə şey yazılıb. Nə yazılıb? Welcome balam Nərmin. Elə, çox sevirəm bu şəkli. Mənimdir bu şəkil. Arzuşum. Baxın, çox gözəldir burada. Ay Allah, yerim. Gədəbəydir bura deyəsən. Gül yığır belə. Yerim. Atam. Burada Pakistanlılara oxşasa da yeni də havalıdır, qəşəngdir. Burada vapşə qəşəngdir. Mən çox bəyənirəm bu şəklini. Qəşəng geyinilmiş və bu jaketi atdılar. Xəbərim olmadan. Yoxsa mən geyinədim indi. Ay, bu şəkil üçün ölürəm. Çox qəşəng deyil. Dəhşət qəşəngdir. Və anam. Texnikumun balkonunda çəkdirib deyəsən. Mən elə xatırlayıram. Bu da mənim tortum deyil deyəsən. Bu başqa tortdur. Kəsəndə, yeyəndə çəkdiriblər. Bu qədər. Bağlanış sözləri nə deyim sizə? Xatirələrinizi məncə yığın, saxlayın. Çünki həqiqətən hər dəfə mən bunları açıb baxanda həqiqətən çox yaxşı hiss edirəm. Bir şey eləyirəm, yad eləyirəm planını. Söyləyəcəyim insanlar varsa söyləyirəm ki, bu arada o dəfə çox şey atdım mən buradan. Söyləyəcəyim insanların çox şeyini atmışam. Gül falan saxlamışdım, çürümüşdü burada. Qurd basacaqdı buranı. Bunları attım. Və yaxşı hiss elətdirdi mənə. Çünki niyə də mənə zərər verən insanlardan xatirə saxlamalıyım ki? Ona görə getdilər. Bu qədər idi. İndi deyirəm ki, sizə maraqlı oldu. Maraqlı oldusa, video bəyənirsiniz, abunə olursunuz, bir də yorum yazırsınız. Maraqlı olmadısa, YouTube'da blok atmaq olur, bəni blok atırsınız. Çünki mənim videom həqiqətən maraqlıdır. Məncə maraqlıdır. Çünki mən maraqlı danışıram məncə. Neysə, bu qədər. Dırnaqlarımı da göstərim. Son dəfə çox qəşəng görsənər çünki. Öpürəm sizi. Sevirəm sizi. Bir həftəyə falan yenə video atarım böyük ehtimal. Mənə bir də video fikirləri verin. Nərmin, bu haqda danış. Sənin məsləhətlərinə ehtiyacımız var. Bunu göstər, onu göstər. Belə şeylər deyil, mənə fikir gəlsin. Neysə, sağ olun. Bay bay.